Bundan qabaq sizə Loğman Əleyhisselamın öz evladına etdiyi bir nəsiyyəti deyim. Allah Teala buyurur ki, Loğman Əleyhisselam öz oğluna demişdi, ya buneyyə, ey oğlum, əqimis salə, namaz qıl, vəmur bil ma'ruf, insanları tövhüdə çağır, başqa xeyirlərə, vənhə anil munkar, şirkdən çəkindir, başqa pisliklərdən, vasbir aləmə asabək, başına gələn imtihanlara səbirli ol. İnnə zəlikə min əzmil umur. Həqiqətən də bu şeylər əzm tələb edən əməllərdəndir. O evlada öyrətmək lazımdır ki, namaz ölənəcən qılınır. Namaz hər bir halda qılınır. Namaz vaxtı girib çıxandan sonra qılınmır. Namaz sən istəyəndə yox, Allah istəyəndə qılmaq lazımdır. Hicabı 30 yaşım olanda taxaram yox. Allah sənə nə vaxt fərz edib, o vaxtda taxmalısan hicabı. Sən şirk görsən, tövhüdü əmr eləməlisən, insanlara tövhüdü başa salmalısan, şirkdən çəkindirməlisən və bu şeydə əzimli olmalısan, öyrənə qədər səbirli olmalısan. Çünki səbir olmasa namaz olmayacaq, səbir olmasa tövhüd olmayacaq, səbir olmasa sünnəti yaşaya bilməyəcəksən. Evlada bunu öyrənmək lazımdır. Çünki onun qəlbində iman ağacı olmasa, o Allahdan qorxmayacaq. Gərək evlada birinci Allah Taala'nın dinini öyrədəsən.